Değersizlik bir his değil, bu sadece illerle öğrendiğimiz bir inancdır. Girdiyim her yerde, her ortamda digər insanlardan əski hiss edirəm. Səbəbi sənin olmadığın heç bir şeydən utanma. Atam filan şey eləmişdi. Bunun cəzasını sən çək. İnsanlar o qədər qüsursuz deyil. Bura atadır, bura anadır, burada sevgilidir. Bu sevgili hissəsi var ha. Hər kəs öz səhvinə görə cəzalandırılacaq. Mən özümü tez-tez dəyərsiz, önəmsiz hiss edirəm. Dəyərsizlik hissi sanki mən doğulanda mənə yüklənir. Girdiyim hər yerdə, hər ortamda digər insanlardan əski hiss edirəm özümü və elə düşünürəm ki, onlar məni digər insanlar kimi sevmir, digər insanları sevdikləri, önəmsədikləri kimi önəmsəmirlər. Deyirsənsə, bu dəfə heç xoş gəlmir. Otur aşağı, bu gün bu mövzunu danışacağıq. Səncə həqiqətən düşündüyün qədər dəyərsizsən nə deməkdir bu? Bunu çox gözəl şəkildə izah eləyəcəm sənə və bu videodan sonra özün də görəcəksən ki, sən dəyərsiz falan deyilsən. Bu hiss hər kəsdə var. O indi wow, necə özgüvənlidir, necə özünü sevir dediyin insanlar, heyranlıqla baxdığın hər kəs bir dönəm bu hissləri yaşayıb və keçib. Yəni bu heç kəsdə yoxdur, bir səndə var, bir də 3-5 nəfər sənin kimi insanda var demək deyil. Bu hər kəsdə bir dönəm oldu. Çünki mən düşünürəm ki, yəni bu həqiqətən bizə yüklənən bir şeydir. Öncəliklə bunu qəbul etmə. Bu lənət olası hiss hər kəsdə var. Ya az, ya çox, amma var və bundan utanma. Utanma deyirəm niyə? Çünki çıxıb insanların ortasında mən çox güclüyəm deyəcək çox insan var. Hər kəs deyər bunu, kim deməz ki, heç kəs qaçmaz bu cümlədən. Amma heç kəs çıxıb çoxlu insanın içində mən dəyərsiz hiss edirəm deməz. Deyərmi? Neçə nəfər deyər məsələn? Deyərsən sən, deyərəm mən. Yəni mən əvvəl deməzdim, amma indi deyirəm. Çünki mənim də vaxt var idi o dövrləri yaşadığım və artıq onu keçmişəm. Bəlkə də keçmişəm deyə deyirəm. Yəni hələ də o hissin içində olsaydım bu qədər rahat şəkildə dilə gətirməzdim bəlkə də. Kim bilir? Mən belə bilmirəm yəni. Çünki mən də vaxtilə deməmişdim, demirdim. İstər bu, istər bir başqa mövzularda heç vaxt heç bir şeydən utanmayın. Bilirsiniz necə? Məsələn, səbəbi sənin olmadığın heç bir şeydən utanma. Eyni bu dəyərsizlik hissi kimi. Dəyərsizlik hissi sənin nəticəndə, sənin hərəkətlərinin nəticəsində baş vermiş bir duyğu, bir hiss, bir düşüncə deyil. Məsələn, bunu ailədən, sonra həyatımızda bir dönəm insanlardan öyrənirik. Düzdür, bunun səbəbi biz deyilik. Biz dəyərsiz idik, onlar bizə dəyərsiz davranmır əslində. Yəni bunun səbəbi, bu hissin səbəbi biz deyilik və bundan utanmamalıyıq. Eyni şəkildə məsələn, ailənizdə biri çox utanılacaq bir şey mi eləyib? Utanmayın bundan, niyə utanırsınız? Yəni sən eləmirsən, səbəbi sənsən, yox, niyə utanırsan? Yəni bu dinimizdə də bəllidir. Hər kəs öz səhvinə görə cəzalandırılacaq. O dünyada gəlib sənə deməyəcəklər ki, atam filan şey eləmişdi. Bunun cəzasını sən çəkəcəksən, gəlib. Bunu deyirlər, deyilmir. Yəni mən bildiyim qədərilə deyilmir. Gedib gəlməmişəm, amma mən adını bildiyim qədərilə deyilmir. Bəs insanlar kimdir ki, hər hansısa bir hissini, hər hansısa baş vermiş bir şeyə görə sən utanasan onların yanında. İnsanlar o qədər qüsursuz deyil. Deyək ki, aşırı makyajlı, aşırı gözəl bir qadının yanında utanıb çəkinməyin. Çünki onun da saçının başının dağınıq olduğu an var. Yəni heç kəs qüsursuz deyil. Heç kəs yanında utanacağınız dərəcədə qüsursuz deyil. Yəni bunu bir unudun. Bu utanma hissini bir yığışdırın. Yəni öz səhvinizlə baş vermiş şeylərdən utanın. Bəli, utanmaq biraz yaxşıdır bəzən. Bunu bir düşünün yəni. Həqiqətən bunu bir düşünün. Mövzumuza qayıtsaq, dəyərsizlik hissi deyə bilinir. Amma məncə bu bir hiss deyil. Bu məncə bir düşüncədir. Çünki biz bunu zamanla öyrənirik. Ətrafımızdakı insanların hərəkətləri ilə, etdikləri ilə zamanla biz buna inanmağa başlayırıq və bunu həyatımızın bir parçasına çeviririk. O da necə? Məsələn, çoxumuzun təəssüf ki, ailə yaşantısı eynidir. Evdə ata var. Ata diqqətsiz, qayğı göstərməyən, məsafəli, soyuq, bütün gün işə gedib, işdən gələn, yeyib, içib, təkrar gedib yatan, ən pisi də yatmayıb, saatlarla oyaq qalıb, amma ancaq telefonla məşğul olub, heç bir şəkildə nə anaya, nə uşağa fiziki olaraq belə toxunmur. Qaldı ki, ruhsal olaraq toxunsun. Belə bir ata obrazımız var və ana da tez yaşda ana olmuş, xəyalların yaşamamış,
yaşamış, xəyal qırıqlıqları ilə dolu, peşmanlıqlarla dolu, atanın diqqətsizliyindən, qayğısızlığından, hətta bəlkə də narsistcə davranışlarından bezmiş, usanmış, hətta bəlkə də özünün də çox ağır şəkildə dəyərsizlik hissi ilə dolu bir bədəni var. Ana orada var, amma sadəcə bədən olaraq var. Yəni ruhən ana orada deyil. Çünki çoxumuzun həyat hekayəsi budur. Burada tamamilə atalar günahkardır demirəm, amma çoxunluqla yaşantımız budur. Və bu ailənin içində iki əsas fərd bu şəkildədir. İki əsas fərdin ruh halları heç normal deyil. Bu insanlardan sevgi ala bilmirsən. Alsan da doğru sevgini ala bilmirsən. Sən əsas səni bu dünyaya gətirən insanların sevgisini ala bilməyəndən sonra həqiqətən dəyərsiz olduğunu düşünürsən. Düşünürsən ki, sən dəyərli olsan səni sevərdilər. Sən dəyərli olsan sənin saçını oxşayardı atan. Sən dəyərli olsaydın anan səninlə daha mehriban olardı. Amma halbuki ana evdə bütün günü stres, peşmanlıq, əsəb, gərginlik, ataya yansıda bilmədiyi gərginliyi də sənə yansıdan bir hala çevrilib. Çünki ana artıq həyatından peşmandır. Bax buna görə həyatından peşman qadın görmək istəmir. Yəni çünki həyatından peşman qadın demək sevgisiz övladlar demək. Yəni bir qadın əgər yaşadığı həyatı sorğuluyursa və belə bir həyatdan peşmandırsa, belə bir həyatı istəmirsə, yəni bu çox pis bir şeydir mənə görə. Bu ailə yaşantısı tanış gələn insanlar üçün həqiqətən çox pis oluram. Kaş ki bu hissi, bu yaşantını tanımamış olardınız, amma tanıyırsınız. Yəni bir şey dəyişə bilmərik, amma özümüzü dəyişə bilərik. Bax mövzu burdadır ki, bu cür bir ailədə bu atadan, bu anadan sevgi ala bilmir bu. Bəs bu sevgini kimdən alacaq? Yəni heç kəs sevgi verə biləcək halda deyil. Hətta narsist valideynlə böyüyənlər bildi nə demək istəyirəm. Yəni onların yaşadığı o ağır həyatı, yəni heç kəs təsəvvür edə bilməz. Bunu yəni dəqiq deyirəm sizə. Yəni bu düşünülə biləcək bir şey deyil. Bəzi insanlar fərqində deyil valideynlərinin narsist bir insan olduğunu və düşünürlər ki, bu yaşantı belə də normaldır. Əslində ailə belə olur. Yəni biz artıq alışmışıq bir ailə ki, ata danışar, qışqırar, əsəbləşər, vurar, sındırar, tökər, ana sakit durar, ağlayar, sonra uşaqlara əsəbi, aqressiv davranar. Bu çox normal bir yaşantıdır kimi gəlir bəzi insanlara. Amma yəni bu belə deyil. Hər kəs öz seçimlərinin bədəlini ödəyir. Yəni amma biz seçməmişdik ki, gələk sizin ailənizə düşək. Orada durub gözləmirdik ki, ay məni götür, ay məni götür. Bunu demirdik biz. Siz bizi seçdiniz və biz olduq. Yəni ilk öncə bu valideynlərə qarşı hər zaman borclu olma hissindən qurtulun. Yəni onu siz necə nə demək istəyirəm? Yəni bəli, valideynlərin borcu heç vaxt ödənməz. Amma bəzi valideynlər var, o insan üzərinə bir yük mindirir. Mən sənə görə bunu elədim, mən sənə görə beləyəm. Məsələn, mən sənə görə oturmuşam, ayrılmıram. Mən sənə görə bu qədər işləyirəm, əziyyət çəkirəm. Bu nə deməkdir? Bunu eləməlidir də. Belə çox üzr istəyirəm, amma eləməlidir də, yəni. İnanın mənə, o sənə görə mən ayrılmıram, sənə görə biz bir yerdəyik deyənlər var. Ha, bu gün sabah çıx get, yenə onlar bir yerdə olacaq. Bu sözümə inan. Yəni onlar qətiyyən əl çəkən deyil bir-birindən. Sadəcə insanlar kimsə günahlandırmağı daha rahat görür və fərqində deyirlər, amma sənə böyük bir travma yükləyirlər. Sən artıq düşünürsən ki, mən bu həyatda bir ayaq bağıyam. Yəni insanların həyatını rahat yaşamasına imkan vermirəm. Mənim üzümdən bu həyatı yaşamaq məcburiyyətindədirlər. Amma belə deyil. Yəni tam olaraq səni bu şəkildə dəyərsizləşdirməyə başlayırlar. Sözləri ilə, dediyi cümlələrlə. Məsələn, bir şey eləyirsən, hər zaman bir şey tapırlar, bir qult tapıb qoşurlar, belə deyirlər, elə deyirlər. Yəni bu şəkildə başlayırsan, sən inanırsan ki, sən həqiqətən heç bir iş bacarmırsan, sən iş bilməzsən, sən dəyərsizsən, sənin sözünün heç bir önəmi yoxdur, sənin sözünə heç kəs əhəmiyyət vermir, sən heç kəs üçün dəyərli deyilsən və illər keçir, məktəbdə oxuyursan, müəllimin biri çıxır və heç bir səbəbdən sənin əslində bir enerjisi tutmur sadəcə və səninlə biraz məsafəli, soyuq, digər parta yoldaşınla daha mehriban, daha
xoş, daha səmimi davranır və sən artıq inanırsan ki, mən həqiqətən dəyərsizəm, yoxsa ona görə necə davranır, mənə elə davranmır. Deməyə başlayırsan artıq elə deyil. Yəni buna inandırırsan artıq özünü. Bir toxumunda bu müəllimə. Sonra illər keçir, sevginin olur. Gedirsən bir həqiqətən dəyərsiz, bilməzin birini tapırsan, onunla münasibət yaşayırsan, onu o qədər çox sevirsən ki, hər şey edirsən. Bəlkə yeri gələndə ailəsi belə o qədər önəmsəmir, amma sən o dərəcədə önəmsəməyə başlayırsan onu. Sən onu o qədər çox sevirsən ki, hər şeyin üstündə dursan, hər şeydən öndə qoyursan onu və o sənə elə davranır ki, sanki o bu sevgiyə zaten layiqdir və sən bunu eləməlisən. Bu sənin sevginin gözəlliyi deyil. Sən bunu zaten eləməliydin onun üçün. Kimi bir hal yaranır və o sənə o dərəcə yaxşı davrandığın halda sənə qarşı soyuq, önəmsiz, bir qəribə davranır. Və artıq sən başa düşürsən ki, yox, mən həqiqətən sevilməyə layiq bir insan deyiləm. Mən həqiqətən sevilmirəm və insanlar məni həqiqətən sevmir, önəmsəmir. Amma inan mənə, yəni hər kəs həyatında bir dəfə bu cür bir münasibət yaşayır. Yəni özünüz də rəfiqələrinizdən, dostlarınızdan, tanışlarınızdan görürsünüz. Yəni hər kəs yaşayır bunu. Yəni bu o deməkdir ki, bu dünyada hər kəs dəyərsizdir. Məncə deyil yəni. Bir dəfə çox gözəl bir söz eşitmişdim. Deyir ki, valideynlər siz övladınızı sevmədikcə onlar sizi sevməyi buraxmaz. Özlərini sevməyi buraxır. Yəni həqiqətən o valideyndən o sevgini ala bilməyəndə biz bir dönəmdən sonra özümüzü sevməyi buraxırıq. İnsanların çoxu özünü sevmir. Özünü sevməmək daha rahat. Özünü sevmək çox çətindir. Yəni bunu çox rahat bacara bilmirsən. Nə qəribədir, düzdür? Yəni bu qədər dəyərli bir varlıq necə özünü sevməyə bilər? Necə bu bizə yüklənə bilər? Axı çox dəyərli yaradılmışıq. Axı bu əllərimiz, gözümüz, qaşımız, ağzımız, burnumuz, yəni bədənimiz, ruhumuz, biz o qədər dəyərliyik ki, necə bu qədər dəyərsiz olduğumuza inandırılmışıq. Yəni bu asan bir şey deyil. Bu illər tələb eləyir. Yəni illərlə sən öyrənirsən bunu. Bir anda sən dəyərsiz olmursan. Çox heyf ki, bunu öyrədirlər. Kəşke heç kəsi bu qədər dəyərsiz etməsə. Çünki hər kəs öz yerində o qədər dəyərlidir. Sadəcə bir şeyi qəbullanmağınızı istəyirəm ki, dəyərsiz olduğunuza inanmayın. Çünki dəyərsizlik bir hiss deyil. Bu sadəcə illərlə öyrəndiyimiz bir inancdır. Özünüzə bu əziyyəti eləməyin. Həyatınıza, ömrünüzə yazıqdır yəni. Bunu mən deyirəm. Məndən başqa bəlkə də 1000 insandan eşidəcəksiniz. Yəni bir dönəm var ki, o dönəmi elə keçirəcəksiniz və sonradan öyrənəcəksiniz. Çünki mən də elə idim və yəni illərlə videolar izləyirdim, kitablar oxuyurdum. Hamısı psixoloji, hamısından eyni şeyləri eşidirdim. Amma o hissi çıxarıb ata bilmirdim içimdən. Amma zaman keçdikcə bir anda öyrəndim. Bir anda dəyişdi hər şey. Görürsüz mövzunu? İllərlə öyrəndim, oxudum. Əslində fikirləşirdim ki, bunun mənə heç bir təsiri yox. Amma şuuraltı onu qəbul eləyirdi və mənim bir anda həyatım dəyişdi. Başa düşdünüz? Bu dəyərsizlik hissi, digər hisslər də belədir. İllərlə eşidirik, əslində önəmsiz olduğunu düşünürük. Amma bir anda artıq o andan etibarən dəyərsiz hiss eləməyə başlayır. Bax, mövzu tam olaraq budur. Yəni sizdən tək xahişim, bu hissi çox araşdırın. Bu düşüncəni, bu içimizdəki hissi çox araşdırın. Bu dəyərsizliyi araşdırın, tapın. Niyə belədir? Özünüz üçün. Çünki hər birimizin hekayəsi çox fərqlidir. Hər kəsin hekayəsi bir-birindən fərqlidir. Oturun, araşdırın. Yəni niyə belədir? Niyə belə hiss edirəm deyin və bunu sağaltmağa çalışın. Çünki bu bir yaradır və insanlar bu yaradan istifadə edəcək qədər çox iyrəncdirlər. Bəziləri həqiqətən bu hissdən istifadə edəcək qədər iyrəncdirlər. Ona görə bunu sağaldın. Heç kəsin əlini ata biləcəyi bir yara olmasın bu. Heç kəsin istifadə edə biləcəyi bir yaranız olmasın bu. Bunu dəyişin, bunu dönüşdürün. Bunu tamam başqa bir şey edin. Yəni nə qədər tez eləsəz, o qədər çox gözəl olacaq sizin üçün. İnanın mənə. Və qətiyyən ailədən ala bilmədiyiniz o sevgini gedib dostdan, sevgilidən almağa çalışmayın. Çox xahiş edirəm. Bunu eləyib həyatında nələr yaşamış insanlar var. Yəni inanın mənə, ailənizdən almadığınız o sevgini sizə heç kəs verə bilmir. O boşluğu heç kəs doldura bilmir. O
atanın başını sığallamaq hissi var ha, onu sizə heç kəs verə bilmir. Sizi dünyanın ən gözəl şəklində sevən insan belə olsa, sizin atanızın o əlinin verdiyi o hissi verməyəcək. Bu o deməkdir ki, məsələn, o insan az sevir, yox. O insan səni sevgili kimi sevə bilər, həyat yoldaşı kimi sevə bilər, çox sevə bilər, hər şeydən çox sevə bilər. Amma ata sevgisi başqadır. Hər şey bir yana, ata ilə ananın sevgisi belə bir-birindən fərqlidir. Elə deyil? Yəni eyni iki insandan yaranmısan da sən, amma o ikisinin də hissləri, sevgisi bir-birindən fərqlidir. Qaldı ki, bunu bir sevgilidən görmək, yəni bu qeyri-mümkün bir şeydir. Yəni özünüzü aldatmayın. Yəni özünüzü aldatmayın, bunu heç kəsdən tapa bilməyəcəksiniz. Hər zaman bir əskilik, bir buruqluq hiss eləyəcəksiniz. Bəli, məsələn, sevginiz olacaq və artıq ailədən ala bilmədiyiniz o sevgini az da olsa kimlənsə alırsınız deyə biraz başınız qarışacaq. Amma heç vaxt tam şəkildə dolmayacaq o. Yəni inanın mənə, bunu sizə tam səmimi qəlbdən deyirəm ki, o qədər gözəl sevilirəm, o qədər möhtəşəm, qüsursuz sevilirəm. Bir dəfə olsun qəlbimi qırmasını. Amma inanın mənə o ailənin boşluğunu doldurmur. Həqiqətən doldurmur. Düşünün ki, bir yer var, bura atadır, bura anadır, burada sevgilidir. Bu sevgili hissəsi var ha, dolub daşır artıq. Amma o valideyn tərəfə keçmir. Başa düşdünüz? Dolub daşır, tökülür, yerə axır, gedir, amma o valideynlərin boşluğuna tərəf getmir. Bax, bunu qəbullanın. Yəni həqiqətən bunu sizə tam səmimi qəlbdən deyirəm. O boşluğu sadəcə siz doldurursunuz. Artıq zamanla öyrənirsiniz onu doldurmağı, necə doldurmaq olar. Bunu öyrənirsiniz və ondan sonra artıq siz doldurursunuz onu. Və bu dünyanın ən gözəlidir. Çünki insanların, valideynlərin sevgisizliyini hiss eləyəndə insan çox kin, əsəb, nifrət hissi dolur içinə. Bunu eləməyin, heç vaxt eləməyin. Sadəcə onu düşünün ki, onların da bildiyi qədər o idi. Ona görə mənə o cür davranın. Siz bundan sonra düzəltməyə çalışın. Siz bundan sonra öz uşaqlarınıza elə davranmamağa çalışın. Necə davranacaqsınız onlara düşünün. Yəni bunu zamanla öyrənəcəksiniz zaten. Necə o boşluğu doldura bilərsiniz. Bunu özünüz öyrənəcəksiniz və o anda qürur duyacaqsınız ki, əslində illərdir içindəki bu boşluğu mən tamamladım. Yəni bu çox gözəl bir hissdir. Bu dəyərsizlik hissindən necə qurtulmaq olar, nələr eləmək olar, nələr insanın işini daha rahatlaşdırar. Mən bu yoldan necə keçdim? Bununla bağlı uzun bir, rahat bir video çəkmək istəyirəm. Bugün sadəcə bunu danışmaq istədim ki, insanlar həqiqətən dəyərsiz deyil. Bunu öyrənin. Biz özümüzü dəyərsiz görürük. Əslində heç kəs bizi kənardan dəyərsiz görmür. Biz sadəcə özümüzü buna inandırmışıq və bunu düşünürük. Nəysə, bugünlük mövzunu bu qədər saxlamaq istəyirəm. Növbəti videolarda görüşənədək kanalıma abunə olmağı unutma. Çünki mənim sənin kimi gənc və inkişaf yönümlü ruhlara ehtiyacım var. Özünüzə çox yaxşı baxın. Sizi çox öpürəm. Hələlik.